Hamıya salam. Bu dəfə sizlərlə bu gözəl lalə çantanı birgə toxuyuruq. Çantanın bütün detallarını ayrı-ayrılıqda paylaşacağım. Toxunması, naxışı, ipləri haqqında məlumat verəcəm. İndi isə gəlin keçək bu gözəl çantanın hazırlanmağına. İplərimiz isə Hobby Club'ın koton makromələridir. Sarı, mavi və belə bir 5 tonundan istifadə edəcəm. Alt hissəsini mavi ilə başlayacağım. İndi isə gəlin başlayaq hazırlanma qaydasına. Mənim ipim 2 milli olduğuna görə 4 nömrə milçə istifadə edəcəm. Gəlin başlayaq. Həmişə kimi sadə qaydada sehirli halqa yaradaq. Sehirli halqamızın içərisindən batıb bir ilmək çəkirik. İlməyimizi bağlayırıq. Və bu bizim ilk ilməyimiz sayılır. Bu ilməyimizin üzərinə daha 2 ilmək çəkirik. Və yenidən ipimizi milimizin başına doluyub, eyni boşluğun içərisindən ikisini bir toxuyub, ikili sütunlu hörmə edirik. Və yenə eyni qayda ilə 2 sütunlu hörmə toxuyuruq. Və 2 ilmə çəkirik. Əvvəldə atdığımız 3 zincirlə yanaşı 1 və 2 trabzanımızda biz artıq 3 ilmə yaratmış olduq. 2 ilmə çəkdik və yenidən ipimizi milimizin başına doluyub 2 sütunlu bir hörmə, 2 və 3 hörmə. Yenidən 3. Üç olduqdan sonra yenə 2 ilmə çəkirik. Bu bizim 2 ilmələr kənar kantlarımızı yaratmaq üçündür. 1. Bu isə 2. Və sonuncu 2 sütunlu hörməmi etdim. Yenə 2 ilmək çəkirik. Yenidən sonuncu 2 sütunlu hörmənin sonuncu qrupunu yaradaq. Və 3. Üçüncü ilməyi çəkəndən sonra indi artıq bizim bağlama hissəmizə gəlib çatmışıq və bu dəfə bağlamanı sizə daha fərqli bir üsulda öyrədəcəm. Bunu Koreyalı bir toxuyan xanımdan gördüm mən də. O fili toxuduğu çantanın bağlanmasını belə etmişdi və çox gözəl görsənirdi. Bağlanma izi yox idi. 1 ilmək çəkirik. Normalda biz 2 ilmək çəkib bu hissədə bağlamalıydıq. 1 ilmək çəkirik. İpimizi dartıb büzürük və ipimizi milimizin başına doluyuruq. Əvvəldə çəkdiyimiz, baxın, əvvəldə çəkdiyimiz 3 ilməyin sonuncusunun içinə batırıq. İlmək çıxardırıq və ipimdə 3 ilmək oldu. 3 ilməyin 3-ünü də birgə büzürük və bizim məqsədimiz odur ki, hər zaman toxuyanda orta hissəyə gəlsin bizim ipimiz və bu qayda ilə bizim ipimiz ortaya gəlir, eyni kənar küncü yaradır və heç bir birləşmə izi görsənmir. Və indi keçirik biz artıq ikinci cərgəmizə. Bunun üçün yenidən 3 ilmək çəkirik və hər ilməni böyütmək üçün kənarlarda olan boşluqların hər birinə 2-2 ilmə artırmaqla bizim kvadrat olan altlığımızı böyütməliyik. 1 ilməni çəkdik, yəni 3 ilmə çəkdik. Bu bizim ikili sütunumuzdur. İkinci ikili sütunumuzu toxuyuruq.
həmin boşluğun içərisinə. Və nə edirik? Əvvəldə etdiyimiz 2 sütunlu toxumaların hər birinin üzərinə 1-2 sütunlu hörmə edirik. Bu bizim əvvəldə batdığımız olduğuna görə biraz fərqli görünə bilər. Bu bizim birinci 2 sütunlu hörməmiz. Bir ilmək çıxartdıq və üzərinə 1-2 sütunlu hörmə toxuduq. Bu ikincisi. Və gördüyünüz üçüncü. Əvvəldə olan 3-2 sütunlu ilmənin üzərinə hərəsinə 1-1-2 sütunlu ilmə toxuduq. Və bizim indi bu boşluğumuzda da yenə 2 artırma etməliyik. 2 ilmə, 2 sütunlu ilmə toxuduq. Kənarda olan boşluğumuzun içərisinə 2 ədəd 2 sütunlu 2 sütun toxuyuruq. Bu qədər detallı toxumağı öyrədirəm ki, bəzən ilk dəfə başlayıb bu işi görmək istəyən xanımlar daha ətraflı öyrənə bilsin. Lakin bu hissələri bilənlər, anlayanlar daha sürətli qulaq asıb keçə bilərlər. Başına doluyuruq. Sondakı, baxın, başda çəkdiyimiz 3 ilməyin ən başındakının ortasına batıb, əvvəlki olan birləşdirməmizdə də heç bir iz bilinmədi, ikincisində də heç bir iz bilinmədi. Və mən bu artırma qaydası ilə ölçünün özümə gərəkli olan sayına qədər toxuyub gəlirəm. Bu arada bildirim ki, mənim ipim pamuk makromedir. Siz bunu başqa iplərlə də toxuya bilərsiniz. Lakin ölçü olaraq sizə sonda ölçünü göstərəcəm. Və nəhayət mən toxuyub özümə gərəkli olan qədər tabanı tamamlayıb gəldim. 8 cərgə toxudum, lakin bu ölçü sizdə 11 cərgə və yaxud da 5 cərgə də ola bilər. Bu sizin əl sıxlığınıza və ipinizin qalınlığına bağlı bir şeydir. Ona görə də mən sizə ölçüsünü göstərəcəm ki, hansı santimdə toxudum və çantamın boyutuna görə siz öz ölçülərinizi böyüdə və yaxud da balacalaşdıra bilərsiniz. Mənim ölçüm 26-27 santim arası dəyişir. Siz özünüzə uyğun, əgər daha böyük ölçü istəsəniz, toxuduğunuz cərgələrin sayını artıra və yaxud azalta bilərsiniz. İndi isə gəlin keçək üst tərəfinin toxunuşuna. Bunun üçün toxuduğumuz hər kənarın tam orta nöqtəsini tapırıq. Mən alt hissədən yox, biraz sonra rəngimin birini dəyişəcəm. Amma siz bundan sonra rəngi dəyişsəniz, başlanğıc nöqtədən dəyişməlisiniz. Lakin mənim kimi toxumaq istəsəz, gəlin birlikdə başlayaq. Gördüyünüz qayda heç zaman dəyişmir. Başlarda hər zaman 2-2 artış etməliyik. Lakin ortada toxuduğumuz artırılan hissəni kəsib, büzmə edərək çantanın üst hissəsinə qalxmalıyıq. Gəlin indi bunu daha izahlı şəkildə daha yaxından toxuyaq. Əvvəlki cərgələrdə olduğu kimi 3 ilmək çəkirik. Bu bizim ilk 2 sütunlu hörgümüzdür. Sonra yenidən ipimizi milimizin başına doluyub daha bir əlavə artırma toxuyuruq. Qalan bütün boşluqların hər ikili sütunların başına bir ilmək toxuyub toxumağa davam edirik. Və gəlib orta nöqtəmizdən bir ilmə əvvəlki olan ilməmizə çatdıq. Yəni bunu toxumamışıq və bu bizim orta işarətləyici qoyduğumuz orta ilməmiz və bu da ondan sonraki ilməmiz. İndi biz bu 3 ilməni atlayaraq 4-cü ilməyimizə batmalıyıq. Yəni orta nöqtədən bir əvvəl və bir sonra ötürüb növbəti ilməmizin başına 2 sütunlu hörgü etməliyik. İpimizi milimizin başına doluyuruq. Orta nöqtədən əvvəlki ilmənin birinci, orta nöqtə ikinci və ondan sonra olan ilməni atlayıb işarətləyicimizi çıxardaq, bu bizə mane olmasın.
Baxın 1, 2, 3 ilmə atlayıb, 1, 2, 3 ilmə atlayıb, 4-cü ilməyimizi toxumalıyıq. İpimizi milimizin başına doladıq və 4-cü ilməyimizin içinə bataraq ilmək çıxardırıq. 2 ilməyimizi 1 və 2 ilməyimizi də 1 olaraq toxuyub, burada artıq 1 ilmə kəsirik. Burada artırdığımız ilmə, burada kəsdiyimiz ilmənin sayı sıralarda dəyişməyəcək. Sadəcə bizim toxuduğumuz forma artıq gördüyünüz kimi elə dəqiqəsindəcə yuxarı qalxdı. Buna görə də bizim çantamızın tabanı artıq üst hissədə toxunmağa davam edəcək və qalan ilmələrimizi olduğu kimi toxuyub davam edirik. Burada növbəti kənarda ortada işarətləyici etdiyimiz yerə çatana qədər bütün ilmələrimizin başına 1-2 sütunlu ilmə, orta hissəmizdə 1-1 artırma, yəni 2-2 sütunlu ilmə, 2 zəncir çəkirik. Yenidən 2-2 sütunlu ilmə və qalanları toxuyub işarətləyicimizin olduğu yerə, yəni bir cərgə qalana qədər toxuyub gəlirik. Və gəlib o işarətləyicimizin olduğu, yəni orta nöqtəyə çatmağımıza bir ilmək qala, yenidən əvvəlki sırada olduğu kimi burada da eyni işi görməliyik. İpimizi milimizin başına doluyuruq. Orta nöqtəmizdən bir əvvəlki ilməni ötürürük. Orta ilməmizi və ondan sonra bir ilmək ötürüb, yəni 3 ilməkdən sonra 4-cü ilməyimizin başına 2 sütunlu ilmə toxuyuruq. Yenə əvvəlki kimi işarətləyicini çıxartmalıyıq ki, toxuyan zaman bizə mane olmasın. Əgər sizdə işarətləyici yoxsa, hər hansı bir başqa rəngli iplə də orta nöqtənizi işarətləyə bilərsiniz. İpimizi milimizin başına doladıq. 1, 2, 3 ilmə ötürüb, 4-cü ilməmizin başına 1 ədəd 2 sütunlu ilmə toxuyuruq və bir ilməyi kəsirik. Və bu qaydanı hər 4 tərəfdə toxuyub gəlirik. Və indi keçirik ikinci, artıq birinci cərgənin orta hissələrində, 4 hissədə də kəsmə işi etdik. Görürsünüz ki, artıq formanı birinci cərgədən demək olar ki, çantamızı alıb və kənarda ipliklərimizi, işarətləyicilərimizi çıxardaq. İndi isə mən başqa bir tona keçəcəm. Tona keçməzdən əvvəl necə edirik? Bağlama işini gördüm. İlməm artıq milimdədir. Biraz uzun saxlayıb kəsirəm. Digər ipimizi açıb qaldığımız yerdən davam edirik. İpimizi biraz uzun saxlayıb milimizin başına doluyuruq və bu ipimizdə əvvəldə olan ipimizin ikisini də ilmələrin arasında gizlədirik və birinci ilməni çəkmişik mavi rənglə, sarı rənglə isə ikinci və üçüncü ilmələrimizi çəkib tamamlayırıq. Bu bizim ilk 2 sütunlu hörməmizdir. İndi artıq kəsmə işlərini apardığımız ikinci cərgədəyik. Yenidən ipimizi milimizin başına doluyub ikinci artırmamızı edirik. 2. İpimizi milimizin başına doluyuruq və əvvəlki sxemdə olduğu kimi hər 2 sütunlu ilmənin başına bir ilmək toxuyuruq. Və gəldik, çatdıq orta hissəyə. Əvvəldə kəsdiyimiz orta hissə. Və baxın, ondan sonra 1, 2 və 3 boşluğumuz var. İndi necə edirik? Yenidən ipimizi milimizin başına doluyuruq. Birinci boşluğa batıb ilməyimizi çıxartdıq. Birinci 2 ilməkdən keçirdik. Artıq milimizdə 2 ilməyimiz var. Yenidən ipimizi milimizin başına doluyuruq. Növbəti boşluğa batıb bir ilmək çıxardırıq. Yenidən 2 ilməyimizi toxuduq və indi milimizin üzərində 3 ilmək var. 3 ilməkdən
birgə toxuyuruq. Yenidən ipimizi milimizin başına doluyuruq və kəsdiyimiz boşluq yox, növbəti boşluğun içərisinə batıb ilmək çıxardıb ikisini bir toxuyuruq və 2 ilməyimizi mildə saxlayırıq. Yenidən milimizin başına doluyub, sonra gələn ilməyimizin içinə batıb, yenə 2 ilməyimizi çıxardıb toxuyub saxlayırıq. Bizim artıq milçəmizdə 3 ilmə qalıb. 3 ilmənin hər birini birlikdə toxuyuruq. Bu qayda ilə biz əvvəldə artırdığımız, yanlarda artırdığımız ilmələri ortada kəsib çantamızın böyüməməsi üçün, tam standart qəlib halına gəlməsi üçün kəsirik burada. Və gəldik çatdıq 3-cü cərgəmizin orta hissəsində kəsməyə. Bu göstərdiyim sonuncu kəsmə olacaq və bundan sonra bütün çanta sona qədər eyni kəsmə qaydası ilə davam edəcək. Əvvəldə gördüyünüz ilk kəsməmiz, bu isə ikinci kəsməmizdir. 3 ilmə əvvələ qayıtmaq. Hər ilmədə bu 2 kəsdiklərimizi bir kimi görməliyik. 1, 2 və 3-cü olan boşluq hissəsindən. İpimizi milimizin başına doluyub bu hissədən batıb, bir ilmək çıxardıb, ikisini bir toxuyuruq. 2 ilməyimiz qalır milimizin üzərində. Yenidən digər 2 sütunlu ilməmizə batıb, ilmək çıxardıb, ikisini bir toxuyuruq və milimizin başında 3 ilməyimiz qalır, 3-ünü birgə toxuyuruq. Bu hissəni bir gördüyümüzə görə ipimizi milimizin başına doluyub, orta kəsmədən sonra bu birinci və birinci ilmədən sonraki olan ilmənin içərisinə batıb ilmək çıxardırıq. İkisini ilməyin üzərində saxlayırıq. Növbəti ilməmizin içinə batıb yenə ilmə çıxardıb, ikisini toxuyub, ikisini isə milin üzərində saxlayırıq və 3 ilməmizi birgə toxuyub kəsməmizi edirik. Və bu qayda ilə biz sona qədər özümüzə gərəkli olan hissəyə qədər toxuyub gəlirik. Siz bir rəng toxusaz sona qədər belə davam edin. Mən isə bu sarı rəngimizdən sonra belə bej tonlarından istifadə edəcəm. Və nəhayət mən özümə gərəkli olacaq qədər hündürlükdə toxuyub gəldim. Çantamızın görünüşü çox gözəl alındı və məncə hər kəs üçün bu ölçü ideal sayılır. İndi isə gəlin keçək çantamızın digər detallarını tamamlamağa. Mən çantamızın kənar hissələrində kant getdim. Bunu da biraz sonra sizə necə getdiyimi öyrədəcəm. Və bağ üçün mən belə rəngli dəri bağlardan istifadə edirəm. Lakin siz istəməsəniz çantanın öz rəngindəki ipi ilə və yaxud digər rənglərdəki iplərlə də toxuyub bağlarınızı hazırlaya bilərsiniz. Çantamızın dəri hissəsində iplərimi aldığım iplikçi mağazasından əldə etmişəm. Dərinin üzərində müəyyən deşiklər var ki, onlarla istifadə edərək siz çantaya bərkidə bilərsiniz. Və çantanın qulpları rəngində belə bir maqnit knopkalar da var mağazada. Bu maqnit knopkanı çantanın içəri hissəsindən, astarın üzərindən də tikib çantanı bərkidə bilərsiniz. Müxtəlif rəngləri də var. Siz özünüzə lazım olan rəngdən seçib istifadə edə bilərsiniz və istifadə etməyə də bilərsiniz. Çünki çantanın ağzının o qədər də ehtiyacı yoxdur bağlamağa, lakin mən istifadə etdim. İndi isə gəlin kant hissəsini necə getdiyimi göstərim sizə. 2 ilmənin ortasındakı boşluqdan milimi keçirirəm və ip çıxardıb əvvəldə olan ipin ilmənin içərisindən mildə olan ilməni keçirdərək bağlama edirəm. Bu çantamızın kənar hissəsini daha möhkəm, sərt edir və həm də çox gözəl düz bir görünüş əldə etməyimizə kömək edir. Çantanın bu hissəsini tamamladıqdan sonra mən bağlarını və astarını knopkasını tikib bitirib gəldim. Və benim